Ərazi məsələsinə gəldikdə isə Zelenskinin səlahiyyətli və ya səlahiyyətsiz olması dilemmasını qoyuram kənara. Məsələ ondadır, Ukrayna əraziləri ilə bağlı qərarı Zelenski verə bilməz. Zelenskinin ixtiyarı yoxdur bu qərarı verməyə. Bunu Ali Rada konsensus şəklində verməlidir. Və ondan sonra da Ukraynada referendum keçirilməlidir. Sənəddə olan əsas problemlər budur. Və ən nəhayət Ukraynanın təhlükəsizlik zəmanəti var. Kim təminat verə bilər ki, atəşkəs əldə edildikdən sonra Rusiya yenidən hücuma keçməyəcək? 2014-də də belə olub, 2016-da da belə olub, 2018-də də belə olub. Axırda 2020-ci ildə və 2022-ci ildə də eyni situasiyanı biz gördük. Ona görə Ukrayna istəyir ki, NATO-nun nizamnaməsinin 5-ci maddəsindən tövsif etdiyi şərtlər, təhlükəsizlik zəmanəti Ukraynaya şamil edilsin. Rusiya heç bir halda Ukraynanın təhlükəsizliyinin təminatçısı olmamalıdır, ola da bilməz. Buna ABŞ təminat verməlidir və NATO təminat verməlidir. NATO razıdır buna. ABŞ razı olacaqmı? Bu şübhəli məsələdir.